Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir gözəl tortun hazırlanma qaydasını sizlərlə də bölüşürəm. İnşallah siz də baxıb dəyər verərsiniz. İndi isə keçək torta. Xanımlar, tortu axşamdan yığmışam. Tort özünü səhərə qədər tutub işlətdiyim rəng bu rəngdir. Üzərini qanaşlamışam. Tortu ikiyə bölmüşəm xanımlar. Sonra isə üzərini qanaşlamışam. İndi isə üzərinə qaymaqlı kremini çəkirəm. Spatula ilə kremi yayıram. Sonra isə gördüyünüz kimi şpatellə hamarlayıram. Mənə belə rahatdır xanımlar. Kimə isə belə rahat deyilsə, təzə başlayanlar şirniyyat torbasına da doldurub tortu kremləyə bilərlər. Və yenidən bu qayda ilə tortu tam hamarlayıram. Boş qalan yerlərə krem doldururam və yenidən spatula ilə bax belə gəzdirirəm və hamarlayıram. Çalışıram bütün xırdalıqları videonun içərisində xanımlar sizlərlə bölüşüm. İnşallah siz də yaxşı başa düşərsiniz. Bax belə bir şəkər kağızından hazırlandığı fotopeçatlardan istifadə etmişəm. Alt hissəsinə şəkər xəmiri çəkmişəm və onu tortun belə üst hissəsinə qoyuram. Əgər kim özünə etibarı yoxdursa, elə bilər ki, su salır, onun altına ağ rəngdə şokolad da çəkə bilər. Dəfələrlə göstərmişəm digər videolarımda sizlərə görə alt hissəsinə şəkilləri şokolad çəkmişəm. Belə bir ürək formasında şokoladdan istifadə etdim. Şokolad toplardan xanımlar istifadə etdim. Yəni bunların da hazırlanma qaydası kanalımda var. Sonra isə uşağın anasının ürək sözlərini tortun ön hissəsinə yapışdırıram. Belə bir nəticədə gözəl bir tort alınır. Fikirlərinizi bölüşərək xanımlar, siz də kanalıma dəstək olsanız çox məmnun olaram. İnşallah Allaha əmanət olun. Sizlərlə yeni videolarda görüşənə qədər like düyməsini basmağı unutmayın. Öz sosial şəbəkələrinizdə paylaşın. İnşallah mən də sevinim sizlər üçün gözəl videolar çəkim. Hələlik. Allaha əmanət olun.